Ölmənin əli qana bulanıb, Sevincin əlinin qanına. Ölümündən əvvəl Sevinc Məhərrəmovanın əri tərəfindən davamlı zorakılığa məruz qaldığı bildirilirdi. Məhərrəmova 2 il ərzində ən azı 3 dəfə Xəzər rayonu 1-ci polis bölməsinə əri tərəfindən döyülməsi ilə bağlı şikayət etmişdi. Qadın qətilləri siyasidir! Qadın qətilləri siyasidir! Qadın qətilləri siyasidir! Sonuncu dəfə 2021-ci il martın 20-sində polisə üst tutmuş, əri tərəfindən ağac budağı ilə şiddətli şəkildə döyüldüyünü bildirmişdi. Hadisədən sonra onun aldığı xəsarətləri göstərən fotolar sosial mediada yayılmışdı. Lakin polisə şikayət etməsinə baxmayaraq, əri Füzuli Qarayev barəsində hər hansı tədbirin görülmədiyini bildirilirdi. Bir neçə ay sonra, avqustun 3-də isə Sevinc Məhərrəmova əri tərəfindən qəddarlıqla qətlə yetirildi. Onun ölümünə etiraz olaraq qadın haqları fəalları Xəzər rayonu 1-ci polis bölməsinə qırmızı boya ataraq etiraz etmiş, həmin polis bölməsinin bu cinayətdəki rolunu ifşa etmiş və qadın qətilləri siyasidir şüarını səsləndirmişdilər. Ölmənin əli qana bulanıb, Sevincin əlinin qanına. Sevincin qanına bulanıb onların əli. Ona görə də biz bunu simvolizə eləmək istəyirdik. Şəxsən buranın rəisi Elşən Quliyev, Xəzər Yolçuyev adlı polis əllərindən gələn eləyiblər ki, Sevinci əri ilə təkləsinlər, ona şərait yaratsınlar ki, arvadını dilə tutsun, barışsın. 2 ay ərzində, martın 22-si 23-ü müraciət olunur. Mayın 17-si bu adam var. 2 ay. Heç nə eləmədilər ki, zorakılıq tutsunlar, zorakılıq öz həyatına davam edir. 2 uşağını, azyaşlı uşağını aparıb, Allah bilir hara qoydu. Soruşmurlar, sən uşağı neynəmsən ümumiyyətlə? Yalnız onun öz sözlərinə əsasən deyirlər ki, uşağı hardasa gizlədib, neynəyib. Soruşan yoxdur, bu uşaq hardadır. Soruşan yoxdur, bu zorakı şəxs neynəyib.